Və bu isə bizim möhtəşəm geniş yataq dəstimizdir. Deməli, çox uzatmayacağım. Bax, belə bir dəst alsaz, inanın ki, eviniz həm olduğundan daha geniş olacaq, həm də otağınız çox böyük, geniş, işıqlı, fərah görünəcək. Niyə? Həm sensorlu işıqları var. Bu arada dəstin hər bir detalında var bu işıqlar. Həm də ki, temper güzgülü dəstlər evinizə adətən daha geniş ölçüdə görünür. Nə qədər sıx balaca otaq olsa belə geniş göstərəcək. Bundan əlavə yatağımızın funksionallığından bəhs etmək istəyirəm. Görürsünüz? Sensorlu işıqlı maşikləri var. Hətta telefonunuzun şarjı yoxdur. Qoydunuz bura. Şarj olacaq. Bundan əlavə 2 ədəd də tumbuçkası var. Baxın, o qədər genişdir ki, yaxınlaşa bilirsinizsə yaxınlaşa. Çox genişdir içərisi. Bax, əşyalarınızı yerləşdirirsiniz. Yəni, çox genişdir həqiqətən. Özdə bir deyil, tam 2 ədəddir, bax, gördüyünüz kimi. Hər ikisinə də istənilən əşyanızı rahat bir formada yerləşdirə bilərsiniz. Buradan keçdik makyaj masamıza. Makyaj masasının isə 1 yox, 2 yox, tam 3 ədəd özdə üzəri sensorlu işıqlarla dizayn edilmiş güzgüsü var. Bununla bitirmi? Yox. Və bir də elə mərkəz hissəyə də böyüdücü bir şüşə qoyulub. Xanımlar, bu sizin üçün daha böyük bir üstünlükdür. Niyə? Çünki makyaj edərkən belə ən xırda detallara daha yaxından baxa bilirsiniz. Şüşə özü üçün sizin görüntünüzü böyüdəcək hissə. Keçdik alt hissəsində makyaj masamızın 3 çəkməcəsi var. Elə ilk çəkməcəmizin içərisi isə funksionaldır. Aksesuarlıqdır. Burada aksesuarlarınızı yerləşdirəcəksiniz. Artıq itibat olduğu dərdi yoxdur. Keçdik dolabımıza. 6 qapılı gözəl bir dolabımız var. Mən deyim dolab, siz deyim boy güzgüsü. Niyə? Çünki mərkəz 4 qapımız gördüyünüz kimi MDF konstruksiyadır. Yanlarda yer alan qapılar, təkcə qapılar da yox bu arada. Yan hissəsi belə temper şüşədir. İçərisində sensorlu işığı var. Çox möhtəşəm, çox funksional, gözəl bir dəstir. Alın, sizdə də olsun.